beraber gelirsiniz Proma Beçer'e. Deməli video hayalini başlattım. Haydi kofu eləmişdim. Kofu evde kaldı. Bir vurdum altına. Şu an kombinimi böyle göstereyim. Bunu ad günü bloglara giymiştim. Orada bacım yanmıştı. Yanınıza gelir yəqin. Altına böyle bir şey giydim. Rahat olsun yani kombinle alakası yoktu. Ha? Bunu ben almışım. Ha, bunlarla bacımın da bacım gəlib. Neyse, gedirik indi salona, Afqa Beauty-yə, Ağşəhərə. Oraya gedəcəyik. Ondan sonra isə saç üzümlərimizi eləyib, təzə evə qayıdacağıq. 12 yazmış bu arada. Çünki əslində daha gecə olacaqdı, amma yer yox idi. Arkadaşlar saçımız bitti torbadadır çünkü çok tezelemiş yani akşam yeri yok idi onu göre böyle elədik. Aha çok sorun ve otosomun elə bir küləh var ki şey Dostlar eve geldim yemek yedim bilirsiniz ki ben yemek yerinde çəkmək yadıma düşür. Nereye çəkməyi seviyorum yani Instagramda böyle herden birden yemek stories atıram ondan bilirsiniz yani kofe stories olur yemek stories çok az olur bəzən çəkirəm ümumiyyətlə paylaşmıram yani sadece elə belə çəkirəm çəkil qalsın diye. Yani böyle geldim Instagram post attım diye bakıp bilirsiniz. Şimdi ise bir iki tane make-up videosuna falan bakacağım. Donumun rengi make-up elemeye çalışacağım. Böyle çok ucuza aldığım 3 manata random bir store'dan Zeyrem'den aldığı şey var. Ten paleti. Başka normal bir markada palmamıştım. Onu aldım. Görüm niye birimden. Pazarıma küçük yemeği. Hazır mezun pazar giymişim video için. Gedirəm Zeynep geldi biz onu götürmeye. Şimdi linza koydum ve Zeynep bize geldi. Hazırdan anlat onu saçını eləyir ve bacım burada benim patronum dikir. Zeynep buradadır. Saçını eləyir. Günlər keçəcək. Bu günləri elə xatırlayasınız, elə kövrələrsiniz. Və mənim də rəngim tündləşdiyi üçün bu köhnə fontenli malım burada mənə iksir aldı. Nəyə qoşdum o? Hə, krem şeyini qarışdırır. İksir hazırlayır şu an sifətimi vurmaq üçün. Hadi. Hələ sən diriklərə. Səmət sənə yerdə. Şu an böyle görünür. Dilimi göstereyim size. Arkaya karşının fikir vermeyin. Burada Stitch'li 3 manata aldığımız far paletiyle böyle bir makyaj aldım. Bunu istifade ettim. En qabağına sonra bunu. Böyle görünür. Yine highlighter'dan biraz daha güzellikler katacağız şimdi buraya. Ama necə eləcəyindən çok bir fikrim yoktu. Bir de buna bakmıyorum. Səfər orada atıp bakmadım ne renk var burada. Gözüm daha güzel renk var. Bir tane minik kameramız var. Bir tane minik çantamız var. Bir tane büyük kameramız var. Bir tane ben varım. Bir tane balaca Leyla'mız var. Balaca Leyla. Bir tane balaca Zeynep'imiz var. Bir tane balaca annemiz var. Bir tane balaca ben varım. Bizde böyle yoktan zaman. Bir tane kamera büyük kaldı. Bir tane büyük kamera balaca kamera. Evet papi kaldı evde maalesef. Onu da parmak istedim. Arkadaşlar Zeynep'in saçına bakın. Saçına bakın. Çok iyi. Leyla nasıl indi saçın torbasını açılır. Çatdı bu arada. Buradayız. Leyla saçını tek bakıyor. Çok güzel. Bir ben dikkat edeyim. Evet her yerde olduğu için burada da Leyla var. Yani bugün uygulanmak için de. Ulaşıyan mı? Niye buradan geleyim? Niye buradan geleyim? Ben dayı buralı. Bu da Seyit'ti, Prakat'a. Hem çok sözü değil. Kardeşlerle patlamış. Wow.
Ama niye Çox qəşəng. Hamısımız verim. Belki çəkməmiş qabaq hamıya xəbər edeyim ona görə. Hamıya xəbər edim ona görə ham poz verəcəyim. O seyf atım. Hadi içelim, açalım yerine. Arasına bir beste, iki mata bir beste. Bir de seninki arkada boş ve yatar. Bir sigara kaçalım ateşe yatar. Aşk deli açmak, yük taşımak, yarayı kaşımak. Hazır olun. Saldır saldır. Abra, 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 zamanla zamanla. Kafa nereye biz de oraya. Aşkıydı işiydi faturası, malı mülkü bağlasalar durmam. İşleriniz havası bir göz orada bulur, sokarız
bir yok yaşıyor. O kadar pul kazanasınız ki özde euro ile, funt sterlin ile. Bütün vakti dünyanı gezəsiniz. Qoy düşünlər ki, belə deyək, WhatsApp-da qohumları hava atacaq paylaşımlarınız çox olsun. Bəs sevgi ilə aramız necədir? Aramızda sevib sevilənlərin səsi gəlsin. Sizə nə var? Cütlü işini gəlmişsin aşağı, dünya aləmdə hiç aşağı. Kurbanım özümle bak. Sen benim her şeyim, bil ki ayrılık ve düzülme. Ben sizi çok sevdim. Arzu edirəm ki, Allah da sizi sevsin ve hayatınıza öyle insanlar göndersin ki sizə tam belə ruh həkimsiniz. Ruh həkisi deyirlər, değil mi? Ruh həkisiniz olsun. Amin, amin. Siz kucaklaşmışsınız, amin ya diyorsun. Dostum, ha. 2 yıl sonra dəvətnamə göndərdilər. Çox görmüşük belə şey. Dərd ortadı. Yani en güzel vallahi hayat yoldaşım. Wow! Əlasız gənclər, möhtəşəmsiniz. Nə yaxşı mən səhnəmə düşdü. Allah sevgimizi daim edesin. Bu anlaşmalarımızı sizinle. Beyimizin cesaretine helal olsun. Giyinin keçin gəlin. Adam, minor oxumaq istəyirəm, amma Türkiye'yə görə bəlkə Aytənli qadını oxuyam. Axı sevirəm səni mən neçə Yaralı güzeli yaralı bilmirəm ne cümleler, ne cümleler tökülür. Sonra devam edeyim. Bakı Koreografiya Akademiyası. Hardasınız? Sesiniz gelsin. Onların bir çıkışları olacak elbette ki. Bro.
Alkışlar gelsin. 9 nömrəli məktəb 11-a mezunlar. Bravo. Teşekkürler. Teşekkür. Video çəkirəm. Bir dənə video çəkim qısaxamda. Aşılarımızı görürsünüz. Əzlim yanlarına siz də üçün dostlarınızı özgərsiniz. Mən həm də dərs danışmağı Teşekkür ederim sana da. Sağ ol, sağ ol, sağ ol. İndi 3 fazla rakam var, kesinlikle çekerek. Zeynep, eğer bu sınıftan bir oxusaydın, bir dənə eləyə biləcəyin şey tez-tezdən 3 fazla rakam var. Nəyi dəyişərdin? Nəyi dəyişərdim? Dəyişməzdim. Paramı profeta başqa para götürərdim. Tamam. Bu sınıfa belə gəlsəydin neyi Şaka. Şaka. Bir dənə tez-tez. Dəyişə biləcəyim əslində çox şey var, amma ilk olaraq verə biləcəyim şey olacaq ki, məktəbdən çıxmazdım. Əziz sinif yoldaşlarım olan xatirələr. Gəlməz. Bir dənə dəyişə biləcəyim bir şey tez. Dəyişə biləcəyim. Bu sınıfdan bir oxursan nəyi dəyişərdin? Ya nəyi dəyişməzdin? Nəyi dəyişməzdin? Dəyişərdim dalaşmağımızı, dəyişməzdim yenə dalaşmağımızı. Yəni həm dalaşmağımızı tərəfləşdirirdim, barışırdım falan. Yenidən sinif yoldaşı olmaq istəyərdim yəni. Tez. Bu sınıfda bir oxuyassan nəyi dəyişərdin, nəyi dəyişməzdin tez bir dənə. Heç nə dəyişməzdim. Onu deyə bilərəm. Dəqiq bir də fikirləş, 7-ci sinif, 8-ci bir də fikirləş. Yəni nətər yəni? Yəni tutaq ki, kimsə bu sinifdə olmasın ya da nə bilim falan yerdə oxusunlar. Yəni hər kəsi çox sevirəm. 7-ci sinifə gələndə həqiqətən istədiyim və daha doğma olan sinifə gəldim və həqiqətən çox sevinirəm. Artıq vidalaşırıq, bitdi. Çox, yəni əslində ağlamalıyam, amma hələ də ağlamışam. Ağladım da çox ağlamağına qədər. Ümid, bu sınıfa belə gəlsəydin nəyi dəyişərdin, nəyi dəyişməzdin bir dənə? Valla heç nə dəyişməzdim, hər şey super oldu. Yəni zaman intervalını çox dəyişmək olmaz da. Yəni necə olsa elə də olur. Amma bunu sən kimsə sorsaydım, hamı deyəcək, zəhləm gedir. Sən bu sınıfa belə gəlsəydin nəyi dəyişərdin, nəyi dəyişməzdin bir dənə? Bu sinifə də gəlsəydim, sinif yoldaşlarım çox dəyişməzdi, müəllimlər dəyişərdi. Müəllimlər dəyişərdim, param ömürlük. Ya. Ən mənalı bir şey idi. Ən mənalı para. Bu anı yaşamaq üçün ömrümdən 10 il verərdim. Ya, 20 il oxuyardın. Kim qaldı? Sən nəyi dəyişərdin, nəyi dəyişməzdin bir dənə? Bir fazla rəqəm qaldı. Qabaqda heç vaxt oturmazdım. Qabaqda heç oturmazsan. Bəs nəyi dəyişməzdin, nəyi çox sevirdin? Nihadı tanımağım. Kim qaldı? Bu sınıfa belə gəlsən, nəyi dəyişərdin, nəyi dəyişməzdin bir dənə?
Oxumazdım, dərs oxumazdım, sülələrdim, oxumazdım, qabaqda oturmazdım, müəllimlərlə dalaşardım hər gün, heç vaxt onlara hörmət eləməzdim. Həmişə bir aydın müəllimələr xaric. Dalaşadı, biz də bundan dalaşıb sonra barışmışıq da, sonra dostlaşmışıq. Zəhləm gedirdi bunlar. Müəllimə, Zəhləm gedirdi, sonra... Heç peşman deyiləm, yaxşı esas yol göstərir. Mən burada ürəyim dayansaydım olacaqdı. Peki bulamayacağım. Mən burada ürəyim dayansaydım olacaqdı. Müəllimə, bu sinifə bir daha rəhbərlik eləsəydiniz, bizlə bağlı nəyi dəyişərdiniz, nəyi dəyişməzdiniz? Sizi dərsə gətirmək istəyirəm, başqa bir tədbirlər həyata keçirərdim. Sizə görə çox damlanmışam. Bəs nəyimiz Mənə nələr deyib. Amma yenə də hamımızı çox istəyirəm. Hamımıza uğurlar arzulayıram. Həyatda hər şeyin gözəlinə layiqsiniz. Onlar da gəlib sizi tapsın inşallah. Çox sağ olun müəllimə. Bu sinifdə bir də oxusaydım, dəyişmək istəyirdim və dəyişmək istəmədiyim bir şeylər. Bunun ağlayışı çox süni ağlaşdı bu arada, inanmayın. Hələ də sınavın cavablarını heç kimə verməzdim. Ev tapşırığını həmişə vermişəm. Rəsmə çalışam, sınavın cavablarını verməmişəm, yenə verməzdim. Nəyi dəyişərdim? Mənə belə vermirdi də yəni. O pek kısa bir arkadaş var ya, tam olarak Medine'dir. Hamile gitti bu çok. Rıza, bu sinifə biri gəlsən nəyi dəyişərdin, nəyi dəyişməzdin bir dənə? Sonradan gelme yetti. Zeynep'in o sözün bizdə. İndi hal-hazırda sonradan gəlmə oldu. Hemen adı nə? Ben hamının yüreğindeyim. Nə, yox, məsələn, mehribanlığı dəyişməzdin, filankəsini oturmağı Ha, da o dəyişməzdin. dörtlü kuruğu dəyişərdim məsəl üçün. Hamının içinde olan söz. Ha, dörtlü kuruğu dəyişərdim. Gelmediler hiç. Bəs nəyi dəyişməzdin? Nəyi dəyişməzdi? Mehribançılığımızı. Ya. Getdi 11 B'ye. Getdi 11 B'ye, 11 A'ya belə fasonla gəldi. Bəli. Mən sizin yerinizə olsam bunu 11 A'dan çıxardım. Kim demədi? Mən demədim. Ha, bu sinifə biri gəlsən nəyi dəyişərdin, nəyi dəyişməzdin? Sizə sinif komusu eləyəndə məni insanlıqdan çıxartdınız. Onun üçün, yəni həqiqətən çox əsəbləşdirdiniz. Amma həqiqətən mehribançılığınızı, səmiyyətinizi heç nəyə dəyişmədim. Sinifim yoxdur, sinifim yoxdur. Hər qrupa yazanda mənfəli. Mənfilərimizi qayıqlarımıza. Yığdığım pulları faizdən yığmışam. Hər birisi yeri məndə çox ayrıdır. Yəni bir sinifdən sizlənən və ürəyimdə həmişə biləyəm. Bir gəlsən nəyi dəyişərdin, nəyi dəyişməzdin, bir dənə tez oturub bir fazla tez aldın. Gəlmişəm. Gəlin danışlaşın. O da sonradan gəlmədi. 9 sinifdə gəlsəm 9 sinifə. Sonradan gəlmə 9-a. Öz əvvəlki sinifimdən daha doğma olsun mənə. Sansür. Yaxşı daha gəlmədi. Tanımışam sizi. Yaxşı varsın. Mən sənə nəvə zəhləm gedirdim, bunu demişdim zaten. Çünki Reyzatı məndən yaxşı bilirdim, mənim Reyzim yaxşı değildi. Gəlirdi, Zeynəp müəllimə yox, gəlir tak yazır, Zeynəp müəllimə gözümün içinə baxıram, bu kimdə hardan çıxdı yazır, şak. Sinif yoldaşlarımı görmək üçün 20 il ömrümü verərəm də. Belə demək istəyirəm.
Anlayırdım oğlum mahnı koşmuşdu. Belki aradın ben değilimdi. Benziyorum ama hiç değilimdi. Belki aradın ben değilimdi. Benziyorum ama hiç değilimdi. Şuna bak. Just from your eyes, we gotta be. Deyəsən bitti arkadaşlar. Deyəsən bu sonuncu bölümüydü. Sonuncu bölüm. Bugüne kadar insanlar son gün, bu veçer falan şeyi necə kaldırıblar bilmirəm yani həqiqətən. Neyini yani oturum divarlara falan baxın biraz. Necə Ben son dəfə videomda demiştim məktəbin əlaqəmiz falan sıfır da değilmiş, indi sıfır oldu. Ne vaxt elitdiyəsən? Ne vaxt ağlayacaq? En kısa müddette çalışabildiğim kadar tezden sabah ederim. Boşum diyorsun. Bir sen ol, bir de ben, bir de şirin. Videonun sonuna istedim ki öz ürək sözlərimi əlavə edeyim, belə ayrıca çəkdiyim. Artıq veçerdən 5-ci gündür ki keçib, bazar günüydü. İndi isə 5-ci gündür. Və günlərdir hər gün oyananda anlayıram ki, artıq bir sinifim yoxdur, bir məktəbim yoxdur və yəni həqiqətən də bu dəfə məktəblə və təhsillə əlaqəm sıfıra enib. Məktəblə bağlı heç bir şey dəyişməzdim həqiqətən. Yəni heç kimlə nə dalaşmağımı, nə deyirlər you have a beef with someone, yəni o beeflərimi heç kim dəyişməzdim. Heç kimin sinifdə olmamağını da istəməzdim əsla. Həmişə demişəm və fikirləşmişəm ki, bəzən anlıq peşman olduğumuz şeylər belə bizim həyatımızda çox böyük bir rol oynayır. O bizim gələcəkdə kim olacağımızı, bizim xarakterimizi, bizim gələcəyimizi formalaşdırır. Ola bilər ki, siz dünən bir şey eləmisiniz və dünəndən etibarən artıq peşmanlıq duyursunuz bunun üçün, amma inanıram ki, bəlkə bir ay sonra, bəlkə bir il sonra bu xatirə yadınıza düşəndə peşmançılıq duymayacaqsınız və daha çox bəlkə də xoşbəxt olacaqsınız ki, belə bir səhv eləmisiniz. Çünki heç bir şey səhv deyil. Yəni mən həyatda negativ bir şey olduğunu, səhv deyil bir şey olduğunu heç vaxt inanmamışam və inanmayacağam. Heç kim məni inandıra bilməz. Düşünürəm ki, hər şey bir səbəbə görə baş verir, hansı ki müsbətdir, hansı ki pozitivdir, hansı ki yaxşı bir şeydir. Həyatda bütün sinif yoldaşlarıma bol-bol uğur arzulayıram, özümlə də bərabər. Ümid edirəm ki, hamının hər şey ürəyincə olar və bunu deyəndə sadəcə karyeranı, işi və s. nəzərə tutmuram. Gələcəkdə ümid edirəm ki, yaxşı insanlarla qarşılaşarlar, yaxşı insanlarla iş yoldaş olarlar, yaxşı yerlərdə təhsil alırlar. Yəni könüllərində nə arzu varsa, ən gözəl şəkildə gerçəkləşər. Çünki yəni kiminləsə belə dalaşmışamsa belə, ya nəsə pis cavab vermişəm, bəlkə bir dəfə aramızda nəsə soyuqluq olub, heç fərq etməz. Hamısının yəni məndə yeri çox ayrıdır və əgər 15 il sonra hər hansı bir gəlib mənə zəng eləsə ki, hardansı nömrəmi tapsa zəng eləsə ki, Bəsmətli, mənə bir şey lazımdır, kömək eləyə bilərsənmi? Yəni bu sual belə ola bilməz. Əgər əlimdən gəlirsə təbii ki, mütləq kömək eləyəcəm, çünki hamısı mənim üçün çox əzizdir və bir yerdə unudulmaz xatirələrimiz var. İndi sinif yoldaşları qoyuruq qırağa. Orada veçərdə deyirəm ki, siz sadəcə sinif yoldaşlarınızdan ötürü darıxacaqsınız, amma dərs oxumağı sevən birisi olaraq mən dərs danışmaqdan ötürü darıxıram. Və bu o qədər doğrudur ki, inanın ki, mən sinif yoldaşlarımdan darıxdığım qədər müəllimlərimdən ötürü də darıxıram. Çünki biz bütün müəllimlərlə çox yaxın bir əlaqədə olmuşam. Yəni pis mənada deyil təbii ki. Sadəcə mən tibbə gedə-gedə coğrafiyanı belə oxuyan tələbə olmuşam. Tarixdən başqa hamısını oxumuşam və tarix müəllimi də yəni çox sevirəm. Bizim sinif rəhbərimiz olub. Yəni özü bunu bilir. Yəni istər fizika olsun, istər kimya olsun. Mənim müəllimlərim mənə hər şeyi sevdirib. Yəni sevmədiyim bir fən, diksindiyim bir fən olmayıb. Sadəcə informatikanı sevməmişəm. O da sadəcə yəni mənlik bir şey olmadığı üçün.
Amma belə yadıma düşür, hər dərs danışmaq, gündəliyə qiymət yazmaq, summativ, cavab istəmək, cavab şeyləmək, yəni onların hamısı unudulmaz xatirələr idi və mənim ürəyimdə həmişə xüsusi bir yer alacaq. Düşünürəm ki, artıq 17 yaşım var və 11 il məktəb oxumuşam və bu həyatımızda ən unudulmaz periodlardan biridir. Bu sözsüzdür ki, mən gələcəkdə bu vaxt üçün çox darıxacam və indidən darıxıram. Həyat gözəldir və yaşamağa dəyər. Darıxsam belə həqiqətən yaxşı bir şeydir ki, artıq biz anlayırıq ki, hər gün bircə dəfə olur. Mən bir dəqiqə əvvəl danışırdım və bu dəqiqəyə bir də qayıtmayacağam. Ona görə hər anı doya-doya yaşamaq lazımdır. Elə yaşamaq lazımdır ki, gələcəkdə baxıb, kaş bu yaşımda belə bir imkanım olsaydı, kaş bu yaşımda belə bir şey eləyərdim. Eləmə şansım var idi, axı niyə eləmədim deməyək deyə o cür fikirləşib yaşayaq. Bütün müəllimlərimdən ötürü o qədər darıxıram ki, onların mənə qızım deməyi, mənə verdikləri ləqəblər və məndən gözləntiləri. Məndən bugün dərs danışacaq. Bu həmişə yəni çox gözəl olub. Məktəbdə keçirdiyimiz ad günləri, summativə hazır olmamaq. Ay müəllimə bugün yox, gələn həftə yazaq, gələn dəfə yazaq, müəllimə niyə xəbər eləməmisiniz? Müəllim dur xəbər eləmişəm. Yəni bunların hər biri ağlımdadır və inanmıram ki, unudum. Unutmaq istəyəndə gözləm ki, unuduram, bu videoyu açıb baxacam. Mükəmməldir. İndi isə məktəbdə qoyuruq qırağa. Mənim həyatımda məktəb qədər önəmli rol oynayan digər şeydən danışaq, yəni anlayacaqsınız tamam. Mən bizim bu universitetlərə hazırlıq periodumuz hansı ki çox mühim idi. Mən bilirsiniz ki, Star College'da hazırlaşmışam və xaricə getdiyim üçün essay title TOEFL imtahanları vermişəm və nə qədər tamam biz məktəbdə məzun olmuşuq, amma yəni məktəb yolum bitirdim. Ona görə bunu da burada danışmaq istəyirəm. Orada olan xatirələr, oradakı müəllimlərim, yəni inanın ki çox gözəl idi. Mən hər yadıma düşəndə kövrəldirəm. İnanın ki, yəni hər gün, hər həftə iPad-də, telefonda olan videolar açıb baxıram. Orada 5 dəqiqəlik videolar var dostlarımla bərabər, dərs arasında, tənəffüsdə, dərs sınıftasında müəllimlərlə. Müəllimlərimin ikisi hazırda Finlandiyada yaşayır və onlar mənim ən sevdiyim müəllimlərdən idilər. Onlarla inanın ki, hər də danışıram, yazışıram, storylərinə falan cavab verirəm ki, onlar da mənə cavab versinlər və danışaq. Bəli. Və digərləri və bəziləri isə hələ də Star College'dədirlər. Vaxtım olduqca, imkan elə bildikcə gedib onları da görməyə, danışmağa çalışıram. Çünki onlar mənim həyatımı dəyişiblər. Həqiqətən bunu deyə bilərəm. Çünki onların mənə qarşı olan hər bir davranışı, mənə dedikləri hər bir söz, hamısı yaddaşıma elə həkk olub ki, və həqiqətən də hiss edirəm ki, onlar mənim xarakterimi dəyişiblər. Çünki bir hərəkətə münasibət belə bildirdikdə görürəm ki, İlyas teacher də belə eləyərdi. Mən bunu ondan öyrənmişəm və bunu hiss edirəm və məsələn mənim adicə bu dəqiqə universitetə apply eləyəndə o istifadə etdiyim ballar ki var, onların yüksək olmasında mənim müəllimlərimin o qədər böyük əməyi var ki, bunu bütün müəllimlərimə şamil edirəm. Məktəb müəllimlərim, hazırlıq müəllimlərim, xarici təhsil müəllimlərimə, o imtahanlara aid müəllimlərim. Adicə mən 9-cu sinifdə riyaziyyat hazırlığına İlham müəllimə yanına gedirdim. Adını da çəkirəm, bəlkə tanıyırsınız. Və mən 9-cu sinifə başlayanda mənfi ilə müsbət ədədi toplamağı bilmirdim. Təsəvvür ki, mənfi 5+3 mən bunun cavabını hesablaya bilmirdim. Çox çətinlik çəkirdim. Mən kofemanı. Harada qalmışdıq. Mən heç nə hesablaya bilmirdim, amma İlham müəllimə yanına hazırlığa sadəcə 7 ay getdim. Sentyabrdan mart ayına qədər. Martın 17-si idi səhv eləmirəmsə imtahanımız və mən imtahandan 97 bal almışdım. Digər o 2 ballıq səhvdə bilirsiniz nə idi? Ya 97 idi, 96 idi, nəsə elə bir şey. Bir dənə sualdan 3də 1 bal almışdım və o da toplu ikinci hissədən idi və biz o toplunu işləməmişdik ümumiyyətlə. Yeni çıxmışdı bu arada, yeni toplu nəşr olunmuşdu. Yanvarda buraxmışdılar və martda imtahanı oradan sual düşmüşdü, funksiya idi. Və mən funksiyanı heç bilmirdim bu arada, yəni bilirdim ki, düşsə yaza bilməyəcəm. Düşmüşdü və yaza bilməmişdim. Amma məsələn, baxın, İlham müəllim mənə hər şeyi öyrətdi. Sıfırdan mənə riyaziyyat öyrətdi və 90 neçə bal bilirsiniz nə deməkdir? Yəni ki, mən funksiyadan başqa hər şeyi bilirdim. İmtahana hazırlaşmışdım və hər şeyi bilirdim və bunu 7 aya öyrənmişdim. Mükəmməl şəkildə bilirdim. Təbii ki, müəllim qədər öz əməyim də böyüdü. Müəllim evə 150 test verirdi, mən gəlib 300 test eləyirdim. Əlavə kitablardan işləyirdim, amma müəllim mənə elə gözəl izah eləyirdi və mən nə isə bilməyəndə mənə də anlamırdı. Mənə heç bir təhqir edici söz demirdi, məni alçaltmırdı və həqiqətən mən hər o müəllimə yadıma düşəndə ona dua eləyirəm. Çünki
Onun sayəsində mən 11-dən də yaxşı toplamışam. Çünki o mənim, necə deyim, 9-cu sinifdə bir növrəmi qoyub. 9-da da yaxşı toplamışam. SAT riyaziyyatında da tam bal yığmışam. Yəni bunların hamısı onun sayəsindədir. Və düşünün ki, baxın, İlham müəllim hər şeyi mən öyrətdi, funksiyanı öyrənə bilmədim. Anlamadım, qavraya bilmədim və sonra sevməməyə başladım funksiyanı. Sonra mən SAT-yə gedəndə Ehsan teacher, o da İrandandır və Starda dərs deyir. Mənə funksiyanı bilsin necə öyrətdi? Funksiya mənim istədiyim mövzudur. Bəli. Həqiqətən də belədir. Əvvəl həndəsə idi, sonra cəbr oldu. Baxın, 9-dan əvvəl həndəsə idi, çünki həndəsəni başa düşüb yaza bilirdim, biraz riyaziyyatı sıfır olan bir insan üçün də. Daha sonra 9-da oldu cəbr. Çünki İlham müəllim mənə cəbri çox sevdirdi. Sonra SAT-yə getdim və oldu funksiya. Çünki mən funksiyanı birisini indirəm. Yəni mənə ağlınızdan keçən bir funksiya deyin, kub, kvadrat fərqi yoxdur. Xətti, yəni hər hansı bir funksiya deyin. Mən sizə onu çəkərəm, bütün A-sını, B-sini, C-sini göstərərəm. Deyil, Azərbaycan adlarını həqiqətən çaşdıram. Y-intercept, X-intercept, yəni funksiyanın kəsimi nöqtələrini falan hamısını əzbərə deyə bilərəm mən sizə. Yəni baxın, çəkərəm də göstərərəm də izah da eləyərəm. Yəni o dərəcə funksiyanı çox sevirəm və yəni yaddaşıma da həkk olub. Yəni mən heç kim mənim funksiyanı silə bilməz yaddaşımdan. O dərəcə sevmişəm və sevərək öyrənmişəm. Nəysə, bu bir sağollaşma videosu olmalı idi. Mən məktəb illərimi çox sevirəm və bunlardan ötürü çox darıxacam. Çünki mənim həyatda ən sevdiyim şeylərdən biri öyrənməkdir və təhsil almaqdır. Və bu məktəbə başlayandan sonra olub. Buradan bütün müəllimlərimə, ibtidai sinif, ilk müəllimim başqa məktəbdə idi, Günel müəllimə. Ona, Zəhra müəlliməyə, ikinci ibtidai sinif müəllimim. Və bütün müəllimlərimə, baxın, adlarını bir çəksəm çox uzun çəkəcək. Bütün müəllimlərimə çox təşəkkür edirəm və bütün sinif yoldaşlarıma da həmçinin. Çünki mənim ən yaxın dostum Zeynəbdir və mən onu da məktəbdə qazanmışam. Yəni məktəb gözəl yerdir. Sevə-sevə gedin. Burada əgər izləyən 6-cı, 7-ci siniflər varsa, aşağı siniflər varsa, bu günlərdən ötürü çox darıxacaqsınız. Bir dəftər tutun və ora gündəlik olan gözəl şeyləri yazın. Bugün sinifdə nə ediniz məsələn, sizin çox xoşunuza gəlir. Tamam, tutaq ki, bugün sinifcə getdiniz, bufetdə çay içdiniz və sizi bu xoş elədi. Yazın orada tarixi və yazın ki, bugün biz sinifcə bufetdə çay içdik. Çünki 2 il sonra baxanda həqiqətən xoş xatirələriniz yadında düşəcək və mən bunu eləyirəm. Dəftərim var və ora sırf gündəlik olan gözəl şeyləri yazıram. Ona görə tövsiyə edirəm. Ümid edirəm ki, həyatda hər şey həmişə ürəyinizcə olar, istədiyiniz kimi olar. Uğurlar. Sağ olun.